Qəbul suallarının izahına baxaq. Deyir ki, Eyler-Venn diaqramına əsasən uyğun bənlər müəyyən edin. Ekvatorial meşələr, qütb səhraları, iynəyarpaqlı meşələr. Deməli, bilirik ki, hamısında rütubətlənmə əmsalı vahiddən böyükdür. Yəni, rum rəqəmi ilə 4-ə götürəcəyik burada biz. Deməli, rum rəqəmi ilə 4-ə götürürük. 1-i. Deməli, bu ikisi ola bilər. Sonra baxırıq ardına deyir, aqroqlim ehtiyatlarına zəif təmin olunmuşdur. Bilirik ki, soyuq yerlər aqroqlim ehtiyatlarına zəif təmin olunub. O da qütblə iynəyarpaqlıya götürək. 3-ə götürərik 2-ni. Deməli, rum rəqəmi ilə 3-ə götürəcəyik 2. Aha, bu ikisinə götürüblər. Həmişəyaşıl ağaclardan ibarət ekvatorial meşələrinə iynəyarpaqlı meşələr. Ona görə də həmişəyaşıl ağaclardan ibarətdir. Bunu rum rəqəmi ilə 2-yə götürəcəyik 3-ü. Deyir, fəsillər ayda müşahidə edilmir. Təbii ki, qütblə ekvatorial meşələrdə fəsillər ayda müşahidə edilmir. Ona görə də rum rəqəmi ilə 1 ayda olacaq 4. Deməli, cavab B bəndidir. Deməli, sonra baxaq ardına da. Deyir, günəş zəngdə olmadığı ərazilərdə yayılıb. Günəşin zəngdə olmadığı ərazilərdə iynəyarpaqlı meşələrindən qütb səhraları yayılıb. Çünki mülayimlə aktikdədirlər. Ona görə də rum rəqəmi ilə 3-ə götürərik 5-i. Rum rəqəmi ilə 3-ə götürərik 5-i. Deməli, 2, 5-dir. Buna baxaq. Əsas ilmi uşağında yerləşir. Hamısı, çünki ekvatorialdadır, aktikdədir. Bu isə mülayimdədir, iynəyarpaqlı meşələr. Daha sonra deyir, deməli, rum rəqəmi ilə 4-ə həm də 6-nı götürdük. Kimyəvi üzvlaşınma rütubətli və canlılar olan yerdə olar. Ona görə də rum rəqəmi ilə 2-yə götürərəm. 2-yə 3, 7 götürərəm. Deməli, 31-də cavab oldu. B bəndi. Keçirəm 32-yə. Deyir ki, buxarlama ilə buxarlama qabiliyyəti arasında fərqin çox olduğu ərazilər. Bilirik ki, səhralarda buxarlama ilə buxarlama qabiliyyəti arasında fərq çox olur. 5 Atakama səhrası, 1 Somali tərəfdir, soyuq cərəyan var orada. 3 də Kaliforniyadır. Deməli, buralar 1, 3, 5-dir və sahələrindən soyuq yan cərəyanının keçməsidir. Ona görə də 2-də cavab C bəndidir. Daha sonra baxırıq 3-ə. Azərbaycanın iqlimini verib. Deməli, 50% hansıdır? Yarım səhradır. Düz qeyd olunub burada da. 30% mülayim isti iqlimdir. O birisi də dağ tundra. Deməli, baxıq bura. Deyir ki, şollar düzü üçün səciyyəvidir. Təbii ki, şollar düzündə nə olar? Şollar düzündə yarım səhra olacaq. Deməli, 1-ə aid götürürəm A-nı. Sonra deyir ki, Orta Araz təbii vilayətində rast gəlinmir. Biz demişdik ki, mülayim isti iqlimə Orta Arazda rast gəlinmir. Ona görə də B aid oldu 2-yə. Deməli, 1-ə A, 2-yə B. Lənkəran ovalığı qanı xəritsə bilirəm ki, yarım səhra mülayim isti iqlimdir. Qışı quraq keçən mülayim isti iqlim qanı xəritsə yay quraq keçən mülayim isti iqlim Lənkərandadır. Deməli, 2-yə aid olacaq həm də C. Daha sonra 2 aid oldu, deməli B ilə C. Baxıram variantlara, elə 2-yə B, C, bir dənə A bəndidir. Deməli, cavab A bəndidir. İndi ardına baxaq. Pambıq əkinləri təbii ki, yarım səhra quru çöldədir. Deməli, 1-ə həm də D olmalı, deməli, düzdür. 3-də isə respublikamızın yüksək dalğa ərazilərində təbii ki, dağ tundra. Ona görə də A bəndi düzdür burada. Deməli, 33 oldu A bəndi. Keçirəm 34-də. Deyir ki, təbii artımın ölçülər verib, ölçülərə aid ümumi xüsusiyyət istəyir bizdən, ümumi. Baxıram ki, hamısı inkişaf edilmiş ölçülərdə ABŞ-dır. Bu İsveçrəyə daha çox oxşuyur. C-də Avstraliyadır. İndi baxıram, deməli, təbiətin birinci tipi xarakterikdir. Bəli, inkişaf edilmiş ölçülərdə, ona görə 1-i götürürəm. Əhalinin yaş tərkibində uşaqlar yox, burada yaşlı əhali daha çoxdur. İqtisadi fəal əsaslı kənd təsərrüfatında işləməz, 3 də səhvdir. 2 ilə 3 dəqiq səhvdir zaten, getdi, cavab qaldı Y bəndi. İndi görək nəyə görə həm də Y-dir. Əsas emiqrasiya yox, immiqrasiya. Bura cəmaət gedər. Buradan emiqrasiya evdən çıxıb gedənlərdir. Yəni ölkənin tərkib gedənlərdir. Ona görə 4 səhvdir, yəni. Urbanizasiya səviyyəsi yüksəkdir, təbii ki, də yüksək inkişaf edilmiş ölkələrdir. Əsas səsi Hind Avropa, bəli, German dözdür bunlar. Ona görə də 6, 1, 5, 6 Y bəndi burada. Doğrudur 34-də. 35-ə baxırıq. 35-də uyğun, doğru olmayanlar istəyir. Qaragöl vulkanik verib, vulkanik yayla. Qaragöl təbii ki, də vulkanikdir və vulkanik yaylarda 1 düzdür. Ona görə də biri bütün variantlardan atdım oyuna. Qaldı ya B-dir, ya C-dir. Deyir ki, Axmaz Batabat dağın başındadır. Nə vaxtdan Axmaz oldu? Onca 2-ni götürdüm. Elə cavab çıxdı B bəndi. İndi bir dənə də baxaq. Deyir ki, Ağgöl, Axmaz, Mil düzü. Bu düzdür. Uçqun, Maralgöl, Murov dağı bu da düzdür. Amma 6-da deyir ki, 6-da Axmaz, İrhacı Qabul düzdür. Amma Səlyan düzündə deyil. O Şirvan tərəfə düşür. Ona görə də 6 düzdür və 3-də dediyi ki, tektonik, Sarısu tektonik deyil. Sarısu meandırdır. Yəni Kürün Axmazıdır. 2, 3, 6 B bəndi doğrudur burada 35-də. Sonra keçək 36-ya baxırıq. Deyir, Aykçaydı rayonunun relyefi Kür boyu düzənliklərdən, yüksəklərdən, dağlardan ibarətdir. Qızıl, mis, əhəng daşı, daşsalahlı bentonit cili bilirik Qazaxdadır. Ağdağ seolit Tovuzdadır. Deməli, Qazax Tovuzdan gedirmiş söhbət və bura aid olmayan cəhətləri götürürük. Aid olmayanda nədir? Üzümçülük, kartofçuluq, taxılçılıq, heyvandarlıq inkişaf etmişdir. Bəli, bir an görə aiddir. Biri götürmürəm. 1 çıxdı, 1 çıxdı. Tərkibinə daxil olan bütün inzibati rayonlar deyir, xarici ölçünən həm sərhəddir. Biz demişik, Şəmkir sərhəddə deyil. Ona görə də 2 doğru olmayan deyə 2-ni götürürük.
götürəcəm. Deyir rayon ərazisində Bakı, Tbilisi, Ceyhan, Bakı, Subsa, bəli, təbii ki də keçir. 3 də getdi. Deməli 2-ni də dəqiq tapmışıq. Artıq D variantı çıxıb cavab, amma yenə də baxaq. Enerji olan tələbat Arpaçay. Arpaçay nə əlaqə? Arpaçay Naxçıvandadır 4-dür və 5 kənd təsərrüfatı yalnız suvarma deyil, burada Dəmiyə də var. Dağlıq hissə Gədəbəy tərəfdə. 1 iqtisadi rayonla həmsərhəddir. Da artıq getdi 2, 4, 5. 1 iqtisadi rayonla həmsərhəddir. Bəli, Gəncə Daşkəsən həmsərhəddir. D bəndi. Burada oldu doğru cavab. 37-də baxıram, Qazaxıstanla Türkmənistan deyir. Deməli deyir Buzati yarımadası, Mangistau, Buzati bu şimaldadır, Qazaxıstana aid olar. Deməli 1-ə aiddir A. Sonra deyir Qırğızstanla sərhədi mövcud deyil. Türkmənistan daha qərb tərəfdədir də, bunun sərhədi olmaz. Deməli 2-yə aid götürərəm. Deməli B. Əsasən Türk dil qrupunun Bulqar ümumiyyətlə bu söhbət adəti yoxdur. Ərazisində çöl, meşə, çöl bilirəm ki, Qazaxıstandadır D. Deyir çaylar yalnız daxilə xaricdir. Təbii ki, Türkmənistan Y. Çünki deməli Qazaxıstan çayları obdur. Obun qolları var, Tobol, Şımırtış. Onlar da gedib tökülür Şimal Buzlu okeana, yəni okeana da gedib çıxır. Ona görə də 1 AD, 2 BY, 37-də cavab C bəndidir. C yazanlar doğru yazıb. 38-ə baxıram. Deyir ölkəmizin əhalisindən bağlı doğru fikirlər. Deyir əhalinin yaş seçmiş uşaqlar süni təşkil edir. Bizdə doğum azalıb son illərdə. Quba, Xaçmaz və Lənkəran Astara iqtisadi rayonunun türk olmayan xalqlar yaşayır. Bəli, Quba, Xaçmazda demişdik. Ləzgilər var, Lənkəran talışlar var. Türk dili deyirlər, bəli deyirlər. 2-ni götürürəm. Acınahır Ceyrançöldə əhali sıxlığı heç vaxt yüksək olmayıb. 3 səhvdir. 3 getdi. Deməli ya A-dır ya B-dir. 2 dəqiq var. Bakı iqtisadi rayonunda əhalinin milli tərkibi mürəkkəbdir. Bəli. Çox gəlmələr olub onlar. Rus var, Alman var, erməni var, min cür xalq var orada. Sonra deməli 2-dir, 4-dür. Gəldik 5-ə. Şəki-Zaqatala iqtisadi rayonunda məskunlaşmış avarlar, ləzgilər, saxurlar, Qafqaz idarəsinə mənsubdular. Bəli. Bəli, 2, 4, 5-dir cavab B bəndi. İndi baxıram, burada nəyə baxıram? Deyir, kənd əhalisi əsasən miqrasiya hesabına artır. Yox, sadəcə kənddən cəmaət gedir, təbii artma hesabına artır. Onca 6 doğrudur. 6 yanlışdır, o getdi, qaldı 2, 4, 5, 38-ə cavab B bəndidir. 39-a baxıram. Deyir ki, metallurgiya kombinatları əsasən yerli və İdxal edilən daş kömür dəmir filizi. Deməli daş kömür dəmir filizi özündə olanlar olacaq yerli. Daş kömür və dəmir filizi olanlar olacaq yerli. Hansılar alırsa deməli olacaq idxal hesabına olanlar. Baxıram A bəndində 2-də Ukrayna var. Ukraynaya görə getdi, idxalla işləməz o. B bəndində elə Qazaxıstan, Polşa idxalla işləməz. C bəndində deməli Ukrayna, Çin, Rumuniyaya görə getdi. D bəndində Çin, Rusiya, Car özünün varıdır. Öz yəni yerli xam malı hesabına işləyir. Fransa, İtaliya, Yaponiya isə alır. Ona görə də D bəndidir. Doğrudur burada da. Qazaxıstan, Hindistan, Yaponiyanın özünü yoxudur heç nə. Deməli 39 oldu D bəndi. 40-a baxırıq. Mekong çayı. Mekong bilirəm Cənubi Çin dənizində tökülür. Deməli burada elə qeyd olunub. Rum rəqəmi ilə 1-ə götürməlisən. Deməli 2-ni və götürməlisən Mekong Vyetnamı D bəndi. Sonra 2 Rum rəqəminə 2 Nil götürməlisən. Deməli Aralıq dənizi 4 və götürməlisən deməli Misir C. Yukona götürməlisən Rum rəqəmi ilə 3-ə götürməlisən deməli Bering dənizi 3 və ABŞ-ın ərazisi Alyaska ştatı tərəfindən tökülür. Ona görə də 2, 4, 3 getməlidir sıralama ilə D, C, A. 2, 4, 3, D, C, A. 2, 4, 3 D, C, A, C bəndi doğrudur. 40-da cavab C-dir. 41-ə baxıram. Deyir ki, Hindistan yarımadası yağıntıları ərazisinə qeyri-bərabər paylanır. Bəli, çünki subekvatorial iqlimdə yerləşir. 1. Mesopotamiya ovalığı il boyu səpələnər. Səpələnər radiasiya niyə olsun ki? Ora düz radiasiyadır, səhralıqdır. Ona görə də 2 yanlışdır. 2 getdi, 2 getdi, 2 getdi, 2 getdi. Qaldı ya A-dır, ya da C-dir. Baxıram, deyir ki, Böyük Səhra iyul ayında buxarlama qabiliyyəti maksimuma çatır. Çünki günəş təpədə olaraq da şimala gəlir. Ona görə 3-ü götürərəm. Deyir Qrenlandiyada səthində albedo günəş şüasını əks etdirməkdir. Buz olduğuna görə əks etdirər. 5 düzdür. Deməli 41-də cavab A bəndidir. Yava adası deyir günəş bütün il boyu orta vaxt zənitdə olur. Yox, Yava adası ekvatordan bir balaca cənubdadır və günəş şimal-cənuba getdiyinə görə həmişə zənitdə olmur. 1, 3, 5 A bəndidir. 42-yə baxıram, deyir ki, suvarmadan yayda istifadə olunsun, qışda yayda hara quraq olar? Po və Fərat düzdür. Çünki Po çayı tökülür. Deməli Adriatik dənizinə, İtaliya ərazisi və Po çayı deməli subtropikin aralıq dənizidir. Fərat da elədir. Ona görə də bunlardan yayda istifadə olunar. Yayda çünki yağış yoxdur. Qışda istifadə olunar Qanq və Mekongdan çünki subekvatorialdan axırlar və Musonda demək olar. Ona görə də yayda yağış yağır, qışda yağış yağmır. Orta illik temperatur 20 dərəcə C-dən yüksək. Deməli 42-də cavab oldu B bəndi. B.
Aha, sonra 43-ə baxıram. Deyir, orta illik temperatur 20 dərəcə Selsiusdan yüksək və düz günəş radiasiyasının il boyu hakim olduğu ərazi. Deməli, bu səhralıq bir yerdir. Yəni düz günəş radiasiyası əgər böyükdürsə, deməli orada il boyu tropik iqlimdə belə deyək bu. Rütubətlənmə əmsalı vahiddən kiçikdir. Bəli, 1 götürməliydin. Yalnız ovallıq söhbəti yoxdur. 2 çıxdı, 2 çıxdı. Çamərgən imkanı zəifdir. Bəli. Enən hava axınları üstünü təşkil edir. Bəli. 1 3 4 cavab Y bəndidir. 43-də cavab Y bəndidir. Sutkalıq temperatur amplitudu yaranmır deyir. Səhralarda zaten də sutkalıq temperatur amplitud olur da, yəni. Kimyəvi üzv aşınma intensiv gedir, getməz orada. 6 olmaz yəni. Ona görə də 1-dir, 3-dür, 4-dür. Fiziki aşınmaya baxırıq. Fiziki coğrafi rayonlar. Dağlıq, Şirvan, Kür, Araz, Gəncə deyir. Əkinçinin inkişafı üçün qış otlaqlarının sahəsini azaldır. Əkinçinin inkişafı qış otlağı. Bilirəm ki, bunların əsas qış otlağı hardadır? Elə 2-dədir də. Deməli 2-yə aiddir. A. Deməli 2-yə aiddir. Əkinçinin inkişafı bəli, qış otlarının sahəsini azaldır. 2A. Deyir, meandrlar axmazların yaranması imkanları genişdir. Bəli, Kür də aiddir. Kür Araz ətrafında, mərkəzi aranda, Kürün ətrafında olar da axmaz meandr. Ona görə A, B. A, B, A, B. Deməli, A-da var, bir də Y-də var. Deyir, yay quraq keçən mülayim isti iqlim. Görən kimi deyirəm ki, Şamaxıda var idi yay quraq keçən mülayim isti iqlim. Ona görə də 1-ə götürürəm C. Deməli, cavab Y bəndi çıxdı artıq. Deməli, cavab Y-dir. İndi baxaq o birisilərə də. Deyir ki, göllər əslən uçqun bənd mənşəlidir. Gəncənin gölləri, Gəncə fiziki coğrafi rayonunda olan göllər uçqun bənd mənşəlidir. 3-ə D götürmək lazımdır. 3-ə D və metallurgiya sənayesi inkişafı üçün yerli xam ehtiyatlarına malikdir. Bu da təbii ki də Gəncədə var. Daşkəsən ortadır çünki. D, Y. Deməli, C, A, B, D, Y. Bu da olur 44-də cavab Y bəndi. Keçirəm 45-ə. 45-də deyir ki, daşkəsən, bu metaqlardır, fil saydalı qazıntılar. Demişdik ki, nazlı gil gedirlər gəzməyə. Narzanlı ipək bu Laçındadır. Deməli, o birinci ilə bunu deyək. Daşkəsəndə Hamançaydır, 1D-dir. Deməli, Kastaq, Mazımçay bu Kəlbəcər, Laçın, Daşkəsən. Deməli, Hamançay olacaq Daşkəsənə, Göydərə deməli Kəlbəcərdədir. 3-ə aiddir Y, İpək aiddir Laçına C, D, C, Y. D, C, Y. Narzanlı Gilgəçay bu da Laçındadır. Bu da olur A. Deməli 1-ə D, 2-ə A, C, 3-ə Y, C bəndi doğrudur. Keçirəm 46-ya. Deyir, meridian istiqamətində ekvatordasan. Ekvator 0 dərəcə qeyd edilib belə burada. Deyir, 0 dərəcə azimut, yəni şimala doğru gedib. 8769 kilometri bölürsən 111-ə eləyir 79 dərəcə. Deməli, ekvatordan 79 dərəcə şimala getmişəmsə, 79 dərəcə şimalinə çatmışam. Deyir, çatdığım məntəqə ilə cənub tropiki 23.5 arasında olan ən qısa məsafəni hesabla. 23.5, 79 dərəcə toplayırsan, vurursan 111-ə, o da eləyir A bəndi burada doğrudur. Sonra 47-yə baxsan, qədim platforma. Qədim platforma deyirsə, A ilə Y-ni götürüb burada da doğrudur. Çünki A orta Rusiya yüksəkliyi, Y Amazon ovalığıdır. Geosinkronal qurşaq təbii ki, Meksika yaylası ilə Pont dağlarıdır Türkiyədə. B-də cavan platforma isə Qərbi Sibir və Turan ovalığı deyildiyi cavan platformadır. A, Y, B, D, C, 47-də Y bəndi doğrudur. 46-da A doğruydu. Sonra deməli 48-ə baxıram. Deyir, Aral dənizinin qurumasına səbəb nə olar? Suvarmaya tələbat artıb, çaylardan suvarmada daha çox istifadə olunur deyə quruyur. Nəticəsi odur ki, duzlu toz fırtınalarının yaranmasına səbəb olur. Bəli. Duzlu toz fırtınalarının torpağı yarar hala salması, bəli, Y bəndi. 48-də də Y bəndi doğrudur. 49-da deyir, üzvü aşınmanın zəif getdiyi. Üzvü aşınma zəif harda gedər? Bitkilərin az olduğu yerlərdə, yəni yarım səhra, quru çöldə falan. Ona görə burada götürərsən 1-i, 4-ü, 6-nı, 5-i, 1, 4, 5, 6, C bəndidir cavab burada. 49-da C-dir. Baxıram 50-yə. Deyir ki, şimal yarımkürəsində tropik işıqlanma qurşağında əgər bir məntəqə tropik işıqlanma qurşağında yerləşirsə, deməli bu şimal tropiki ilə cənub tropikin arasında bir yerdədir və deyir maksimum və minimum düşmə bucağı arasındakı fərq bu qədərdir. Bilirəm əgər bu tropiklər arasındadırsa maksimum bura nə düşür? 90 düşür də. Bir dəfə buradan zəngdə olacaq da. 90 ilə düşür. Minimum nə qədər düşüb? Bilmirəm. Ona görə də yazıram ki, 90 çıxılsın 33 onda 90 çıxılsın x minimum bilmirəm. Maksimum 90 düşür, minimum bilmirəm nə qədərdir. Ona görə də yazıram ki, maksimumdan mən minimum bilmirəm nə qədər düşüb. X-i çıxıram, tapıb nə qədər? 33 onda 5 dərəcə eləyirmiş. Aha. Bunu çıxdım, tapdım 56 onda 5. Deməli 56 onda 5 dərəcə bura günəş şüası deməli minimum düşürmüş. Bir dəqiqə. Deməli bu məntəqə burada maksimum düşür 90-dan. Minimum nə qədər düşdüyünü bilmirəm. 90-dan çıxıram x-i bərabər eləyir 33.5. Minimumu tapdım ki 56.5 dərəcəymiş. 90-dan çıxanda 33.5
Bu da eləyir, bəli, 56-15 dərəcə. Deməli 56-15 dərəcə bura günəş şüası düşürmüş minimumdan. Aha, günəş nə vaxt şimalda olan bir məntəqəyə minimumdan düşər? Cənubda olanda. Deməli günəş 23.5 dərəcə cənub tropikində olanda, 23.5 dərəcə cənub tropikində olanda, burada bir X məntəqəsinə, şimalda X məntəqəsinə 56.5 ilə düşürmüş. İndi nə var ki, düsturda qoyuram yerinə də yazırdıq ki, H bərabərdir 90 çıxılsın n plus minus zenit. Düzdürmü? H-ı bilirəm də nə qədərdir? 56.5 dərəcədir. Düzdürmü? Bərabərdir. N-lik bilmirəm. 90 çıxılsın. N-lik bilmirəm nə qədərdir. N-lik deməli cənubda olduğuna görə üstünə gələcəm. 23.5 dərəcə. Bu da eləyir deməli. Bura qeyd eləmişdim onu mən. Deməli yazıram ki 56.5 bərabərdir. Ekranda tam yaza bilmirəm, ona görə indi vərəqdə qeyd edirəm. Siz orada yaza bilərsiniz bunu. 56.5 dərəcə bərabərdir. 90 çıxılsın. N-lik plus 23.5 dərəcə. N-lik plus 23.5 dərəcə bərabər eləyir. 90-dan çıxırsan 56.5-i deməli yenə də 33.5 eləyəcək də bu 33.5 y bərabər imiş, yəni n-lik bərabər imiş 10 dərəcə şimal enliyinə. Deməli məntəqə 10 dərəcə şimal enliyi imiş, yəni 50-də cavab y bəndidir. Sonra deməli 51-ə baxırıq. 51 dəfələrlə düşən bir tipdir. Deməli burada baxırsınız ki, görürsən bura 100 verib, bura 110 verib. Bunun ortası neçə olar? Kəsmə yüksəklikdə 5. Deməli B 105-dir, B 105-dir. A-ya baxıram. Görürəm ki, yuxarıya doğru getdikcə artıb da. Deməli 100, 105, 100 imiş, 105 imiş, 110 olub. Deməli bundan üz aşağı düşməliyəm. 100-dür, 95-dir. A da 90-dır. Deməli A 90, B isə 105 olmalıdır. 51-də D bəndidir. Yəni doğru cavab. Sonra baxıram 52-yə. 52-də görürəm Liviyadır, Yəməndir, bir də Somalini verib. Deyir ki, ölkələr üçün ümumi cəhət nədir? Bunlar bilirik ki, yəni inkişaf etməkdə olan ölkələrdir. Tropik hava şəraitlərinin təsirinə məruz qalırlar. Bəli, çünki Somali subequatorialdadır. O digərləri tropik subtropikdədirlər. Ona görə də deməli tropik hava şəraitlərinə məruz qalır. Bəli, bir ümumi cəhətdir. İnsan inkişaf indeksi bunlarda çox yüksək olmaz. Ona görə 2 getdi. Və baxıram, iqtisadi fəal əhalinin əsas hissəsi iqtisadiyyatın 3-4 sektoru yox, 3-4 xidmət və texnologiya, yəni IT-dir. Ona görə 3 də olmaz, 3 də getdi, 3 getdi, cavab 1, 4, 5 C bəndidir. İndi baxaq o birisi nədir? Deməli, 1 götürdük, 4, əhalinin hissəsi Afro-Asiya, bəli, Samiham idi bunlar. Sonra günorta vaxtı şaquli cisimlərin kölgəsinin olmaması müşahidə edilir. Bəli, əgər bir yerdən Liviyanın da tropik kəsirdə, əgər bir yerdən deməli tropik xətt keçirsə, deməli orada günəş zenitdə olur və orada kölgə deməli olmadığı an olur, vaxt olur. OPEC təşkilatının üzvlər Liviya, o birisilər yox. Ona görə də 1 4 5 52 1 4 5 C bəndə olmalı idi. Sonra 52-də 53-ə baxıram indi. Deyir ki, 53-də deyir deməli A ilə C-də düzən meşə landşaftı yayılıb. A ilə C-də deyir düzən meşə landşaftı yayılıb. Düz deyir. Lənkəranla Qanı xəritəsi bir doğrudur. Deyir 2-də qışı soyuq keçən yarım səhra quruçu bir iki yalnız Naxçıvanın adını çəkirdi, amma burada D-ni də verib. Ona görə səhvdir. Ölkəmizdə əhali sıxlığı ən az olan düzənliyi verib ki, A ilə C-dir. Lənkəranda əhalinin sıxlığı çoxdur, bu getdi. Paleogen yaşlı süxurlar geniş yayılıb. A ilə D-də yox. Ona görə 4 də getdi. Orta illik yağıntının miqdarı 500 mm-dən azdır. B ilə D, bəli, yarım səhra quru çöldə azdır. Burada cavab oldu 1 ilə 5. 54-ə baxıram. Kənd təsərrüfatı ilə bağlı doğru fikir. Yarım səhra quru çöl iqlim şəraitində suvarma əkinçiliyi inkişaf eləyib. Bəli, bir düzdür. Mülayim isti iqlim şəraitində həm tumlu, bəli, Quba Xaçmazda da var, Şəki-Zaqatalada da var. Gərzəkli meyvəçilik. Şabaldı və qəhvəyi torpaqların yayıldığı ərazilər əkinçilik üçün əlverişli deyil. Əlverişlidir. Niyə deyil ki? 3 səhvdir. Sarıda sitrus meyvəçiliyi var, Bozda yoxdur. Yay otlaqları soyuq iqlim tipində, bəli, dağın başında olur. Taxılçılıq üzümçülük yalnız dəmiyə səhvdir. 1 2 5-dir burada cavab. 54-də cavab 1 2 5-dir. 55-ə baxırıq. Deməli, deyir səs siqnalı göndərilib. Biri 6900 metrdir, biri 4800 metrdir. İkisini də böldüm 1500-ə. 6900-ü böldüm 1500-ə. Elədi 4,6. O birisini də böldüm elədi 3,2. Deyir ki, səs siqnalının gedib qayıtma müddəti arasındakı fərqi tap. Gedib qayıtma 4,6-nı vururam 2-yə, tapıram gedib qayıtmasın. 3,2-ni də vururam 2-yə, tapıram gedib qayıtmasın. Bu da eləyir biri 9,2, o birisi eləyir 6,4. Bunlar da bir-birindən çıxanda eləyir 2,8. Yəni burada cavab olmalı idi 2,8. 56-ya baxıram. Deyir ki, ölkənin qonşu ölkələrə nəzərən mövqeyi makro yox, mikro mövqe olmalıdır. Səhv. Xəzər sahilində yerləşən yalnız 2 ölkənin dünya okeanına birbaşa çıxışı mövcud deyil, amma 3 ölkənin Azərbaycan, Türkmənistan və
dəqiqə, yalnız deyir iki ölkənin. Qazaxıstan da dünya okeanı çıxışı yoxdur. Ona görə də Qazaxıstandır, Azərbaycandır və Türkmənistandır. Yəni 3 ölkənin dünya okeanı birbaşa çıxışı yoxdur. Ona görə də burada deməli 2 də səhvdir. Braziliya, Avstraliya, Kanada bəli deyir. Dünya okeanında geniş iqtisadi zonaya malik ölkələrdir. Bəli, 3-dür. Sonra Nigeriya, Hindistan milli etnik tərkibə görə federativdir. Bəli. Mərakeşlə Yaponiya konstitusiya monarxiyadır. Bəli. Bu Laosun dünya okeanına çıxışı yoxdur. Butanın da yoxdur. Amma bunlar deyir ki, var, səhvdir. 3, 4, 5 olmalı cavab 56-da. 57-də baxıram. Yaponiya deyir musson iqlimi. Təbii ki də Yaponiyada mussondur. 3 yarımkürədə yerləşir İspaniya. Greenwich kəsirdi onu. Ona görə də B-dir 3-ə. Əhali hissəsi German dil qrupuna aiddir. Təbii ki Almaniyada. Ona görə də 2-yə də aiddir. Deməli C. Zeytun istehsalına qalqabağcıl yer tutur. Təbii ki İspaniya. D. Kobe limanı yerləşir. Kobe Yaponiyadadır. Kobe belə K-larla, K-lərlə qutaranlar deməli Yaponiyaya aiddir. Yəni birə Y-də aiddir. A, Y deməli C, B, D olmalı cavab. Sonra burada da söhbət gedir Skandinaviya dağlarından. Əgər Skandinaviya dağları götürmüşsünüzsə düzdür. Çünki inkişaf ölkə deyir ki, işıqlanma deyir. Çünki onun şimal qütb dairəsi kəsir axı ona görə. Endir A dağların yüksək zirvəsinin adını dağın yerləşik işıqlanma uşağını tapın. Deməli dağ Skandinaviya dağlarıdır. Ən yüksək zirvə Qalxı Pikken zirvəsidir. 2469 metr. Dağın yerləşdiyi işıqlanma qurşağı mülayim və deməli qütbdə yazmısınızsa düzdür. Və bu işıqlanma qurşaqlarında yerləşib. A dağları ilə eyni geolojiyadır, yəni paleozoyda yaranan dağlar kap götürə bilərdiniz, əjdaha, ondan sonra Ural dağları, sonra Appalaç dağları, bu dağları götürmək olardı. Sonra deyir ki, sizlərə müəyyən cədvəldə yazın. Mətnə isə A dağlarının öncədən xüsusiyyətlərini cədvəldə yazın. İndi burada cədvəldə atıblar 59. Deməli orada tökülən çaylar hara tökülür deyilmiş yəqin. Atlantik okeanında eroziya baisi 59. Sonra Baltik dənizi, hansı dənizlər yuyur deməli deyir ki, deməli Baltik dənizi, Şimal dənizi qeyd edilib. İsti cərəyan Norveç cərəyanıdır. Bunlar qeyd olunub. Sonra 60-da isə deyir, yerləşdiyi ölkələrin adı. Orada Norveç, İsveç ölkələri yerləşir sırt dağda. Bu ölkələrin əhalisinin əsas hissəsinin aid olduğu dil qrupu Hind, Avropa, Germandır. Təbii artımı tipi 1-ci tipdir, demoqrafik keçid isə 4-cü keçid mərhələsindədirlər. Belə yazmısınızsa əladır. Təbrik edirəm hamınızı.